Digər mövzumuz much, many, few, a few, little, a little. Much sayılmayan isimlərdən istifadə olunur. Tərcüməsi çox deməkdir. Many sayılan cəm isimlərdən istifadə olunur. Tərcüməsi çox deməkdir. Few sayılan cəm isimlərdən istifadə olunur. Tərcüməsi az deməkdir. Amma demək olar ki, yoxdur mənasındadır. A few sayılan cəm isimlərdən istifadə olunur. Bir neçə mənasını bildirir. Little sayılmayan isimlərdən istifadə olunur və eyni ilə də bunda da az deməkdir və demək olar ki, yoxdur mənasındadır. A little isə yenə sayılmayandan istifadə olunur, biraz deməkdir. Sayılan və sayılmayan haqqında qısa şəkildə məlumat vermək istəyirəm. Sayılmayan isimlər nədir? Məsələn, bir ismi saya bilmiriksə, tutaq ki, su, şirə, hava, ətir. Biz bunları saya bilmirik. Düyü. Bunlar sayılmır. Yəni bir-bir götürüb saya bilmiriksə, deməli sayılmayan isimlərdir. Sayılmayan isimlərin cədvəli var. Növbəti mövzularımızda həmin cədvəli göstərəcəm və cədvəldə olan sözləri də əzbərləməyinizi tövsiyə edirəm. O sözlər mütləq şəkildə sayılan, sayılmayan isimlər bir-birlərindən fərqləndirmək üçün önəmlidir. Sayılan və sayılmayan isimlər. Sayılan isimlər countable, sayılmayan isimlər uncountable-dır. Burada bir neçə nümunə vermişəm. Book, apple, pen, student, car. Bunlar sayılırlar. Amma su, water, milk, süd, sugar, şəkər, money, pul, time, vaxt. Bunlar sayılmırlar. Many, çox, sayılan isimlərdən istifadə olunur. Sayılan isimlərdən istifadə olunur, amma burada isimlər, məsələn, books, apples, students, cars nümunələr vermişəm. I have many books. Mənim çox kitabım var. Many students. Many'dən sonra cəm isim. Many apples. Many'dən sonra cəm isim. Many cars. There are many students in the classroom. Sinifdə çox şagird var. She bought many apples. O çox alma aldı. We saw many cars on the road. Yolda çox maşın gördük. Much'dan sonra sayılmayan. Sayılmayanlar water, milk, sugar, money, time. Much'dan sonra money verilib çünki sayılmır. Much'dan sonra water, much'dan sonra time, much'dan sonra milk. I don't have much money. Mənim çox pulum yoxdur. Is there much water in the bottle? Şüşədə çox su var. We have much time today. Bugün çox vaxtımız var. She doesn't drink much milk. O çox süd içmir. Few'nun tərcüməsi çox az deməkdir. Yəni demək olar ki, yoxdur mənasındadır. Sayılan cəm isimlərlə istifadə olunur. Özündən sonra cəm isim alacaq. Few students come to school. Məktəbə çox az şagird gəldi. I have few friends. Mənim çox az dostum var. There are few books on the table. Masanın üstündə çox az kitab var. Few people know the answer. Cavabı çox az adam bilir. Few mənfi mənadadır. Yəni demək olar ki, yoxdur mənasındadır. A few isə bir neçədir. Yenə özündən sonra cəm isim alır. Amma a few-dan fərqli olaraq, məsələn, few-la a few-nu qarışdıran uşaqlarımız var. Few demək olar ki, yox mənasındadır. Amma a few deyir ki, var. Yəni müsbət mənadadır, var deməkdir. Eynidir. Bir-birlərindən sonra, yəni few da, a few da hər bir özündən sonra cəm isim qəbul eləyəcək. I have a few friends. Mənim bir neçə dostum var. She bought a few apples. O bir neçə alma aldı. There are a few books on the table. Masanın üstündə bir neçə kitab var. We need a few chairs. Bizə bir neçə stul lazımdır. A few müsbət mənada istifadə olundu.
Little çox az deməkdir. Demək olar ki, yoxdur. Sayılmayan isimlərlə istifadə olunur. We have little water. Biz çox az suyumuz var. There is a little sugar in the cup. Fincanda çox az şəkər var. He has a little money. Onun çox az pulu var. I have a little time today. Bugün mənim çox az vaxtım var. Yenə də little mənfi mənadadır. A little birazdır. Sayılmayan isimlərdən istifadə olunur. Müsbət mənadadır. I have a little money. Mənim biraz pulum var. There is a little milk in the glass. Stəkanda biraz süd var. Yəni kifayət edəcək dərəcədə süd var. Add a little sugar. Biraz şəkər əlavə et. We have a little time before class. Dərsdən əvvəl biraz vaxtımız var. A little müsbət məna verir. Few, a few fərqi izah elədim. Bir daha izah edirəm. Few çox az deməkdir. Demək olar ki, yoxdur mənasındadır. Yəni çox azdır. Mənfi mənada istifadə olunur. Sayılan cəm isimlərlə işlənəcək. A few isə bir neçə az da olsa var. Azdır, amma var. Kifayət eləyər bizə. Müsbət məna verir. Sayılan cəm isimlərlə işlənir. Few mənfi məna verir. Yəni kifayət qədər yoxdur. A few friends. Mənim çox az dostum var. Demək olar ki, yoxdur. Few students come to class. Dərsə çox az şagird gəldi. Burada danışan şəxs vəziyyətdən narazıdır. Yəni demək olar ki, yoxdur. A few müsbət məna verir. Az da olsa var. I have a few friends. Mənim bir neçə dostum var. Azdır, amma var. A few students come to class. Dərsdə bir neçə şagird gəldi. A little və a little-ın da fərqi eyni qayda ilə olacaq. Little çox az deməkdir, yəni demək olar ki, yoxdur. Mənfi mənadadır, sayılmayan isimlərlə istifadə olunacaq. A little birazdır, az da olsa var deməkdir, müsbət məna verir, sayılmayan isimlərlə istifadə olunur. A little mənfi mənanı bildirir, kifayət qədər yoxdur, yəni hamımıza çatmayacaq. I have little money, mənim çox az pulum var, yəni demək olar ki, yoxdur, bəs eləməyəcək. There is a little water in the bottle. Şüşədə çox az su var, yəni içsək bizə çatmayacaq mənasında. We have little time. Vaxtımız çox azdır. Yəni harasa getmək istəsək, demək olar ki, vaxtımız yoxdur. Bu cümlədə vəziyyətdə çatışmamazlıq bildirir. A little müsbət mənadır. Yəni az da olsa var. I have little money. Mənim biraz pulum var. Yəni az da olsa bizə yetəcək. There is a little water in the bottle. Şüşədə biraz su var. We have a little time. Biraz vaxtımız var. Burada vəziyyət mümkündür. Kifayət edə bilər mənasındadır. Burada a little-a aid açıq test tapşırığı var. Dərsi tam izlədikdən və öyrəndiyimizə əmin olduqdan sonra testi işləyə bilərik.